Yazıb ki, mən də aldım 3 gün idi ki, aptekdə dərman qalmamışdı. Bu bir dəfəyə kömək etdi. Sizin sayənizdə Allah sizi qorusun. Bu Hind yağı proporsiyadan söhbət gedir. Kimlər ki fayda görmürsə, o insanların, belə deyim də, inamı yoxdur. Kim inanmırsa, o insanlar fayda görməyəcək. İnamla, bismillah eləyin, Allaha təvəkkülün alın, eləyin. İnşallah ki fayda verəcək. Bir flakon, bax bu, o Hind yağı propolisdir. Burada var. Bax burada. Bu bir dəfə, 2 dəfə tökməklə orqanizm fərqlidir. Ola bilər ki, 3 günə təsir eləyər, 5 günə, 10 günə, 1 aya. Yəni bunu eləmək lazımdır. İnsan var ki, bir dəfəyə təsir eləyir. Vallahi ki, bax bu xanımı tanımıram mən. Həsən ablanı tanımıram. Allah şahiddir. İnsan bir dəfəyə görürsüz, nə qədər dərman davarlı, amma sağalmayıb, bundan sağalır. Bax belə gözəl insanlar. İnamla, bismillah eləyin, başlayın. Əgər mənim inamım olmasaydı, mən də bu xəstəliyə qalib gələ bilməyəcəydim. İnandım ki, mən sağalacam və Allahın nemətlərini bismillah eləyərək səbəb tutdum və irəli getdim və sağaldım.